Bəli. Kitab rəfində Kitab rəfində 17 kitab vardı. Aha. Var idi. Rauf bu iki Kitabların kitabların 9'unu götürdü. götürdükdən. Ben sonra rəfdə neçə kitab qaldı? Deməli, əvvəl neçə kitab var idi? Nigar? 17. Neçəsini götürdü? 9'unu Götürəndə toplayacağam yoxsa çıxacağam? çıxacaq. Bəli, 17-dən neçəni çıxacağam? 17'den de 9. Çıx görüm. Biz necə çıxırdıq? Əvvəl 17-dən 7 çıxmalısan. 7 çıxmalıyam. Sonra da O 7-ni hardan götürürsən? 7'nin 9'un içində. 7-dən 9-dan 7-ni götürəndə kənarda nə qalır? 2. Ay, 12. 2. 2. İndi hesabla görün neçə eləyir bunun qiyməti? 12. 17-dən 7 çıxanda. 7 çıxanda 10. 2 çıxanda 2 çıxanda 8. 8. Neçə kitab qaldı? 8 kitab qaldı. Növbəti. Oxuyursan şərti. En büyük bir rəqəmli ədədi Ədədlər 8'in cəmi Aha, neçə edər? neçə edər? Ən böyük bir rəqəm nədir? Səncə neçədir? Onda neçə rəqəm var? Onda Neçə rəqəm var? 1 0. 2 rəqəm var. Burada İki 2 rəqəm var. Amma səndən bir rəqəmli deyil. Bax yazıram bura. 1, 2, 3, 4, 5, 7, 8, 9. Bax 10 yaza bilmərəm. Çünki onda 2 dənə rəqəm var. Bunlar içərisində ən böyük bir rəqəm nədir? Hansıdır səncə? 9. Ay sağ ol. Bəli, 9 ilə nə etməlisən sən? 9 ilə 8-in cəmi. Cəmi. 9 üstə gəl 8. Əvvəl 9-u 10-a tamamla. 9-un üzərinə 1 gələcəksən. O biri hardan götürürsən? Biri nəyin içindən götürürsən? Biri 8'in içində. Aha, nə qalacaq kənarda 8-dən? 7. 7. İndi topla görün rahatlıqla. 9 üstə gəl 1. 9 gəl 1 10 17. 17. Bax gördünmü? Bu formada hesablayırsan. Oxu növbəti tapşırığı. 8 ədədinin yarısı neçədir? Dairələr çəkərək göstərin. Aha, 8-in yarısı nədir? 8 hansı ədədin 2 qatıdır? Hansı ədədin? 8. Yox, 8, 8. 16 8-in 2 qatıdır məsələn. 8 üstə gəl 8 16 eləyir. Bəs nəyin 2 qatı 8 eləyər? Nəyin 2 qatı? Məsələn 3-ün 2 qatı neçədir? 8'in 8 nəyin 2 qatıdır? 3-ün 2 qatı neçədir? 3'ün 2 qatı 3-ün 2 qatı deyəndə nə edirsən? 3 gəl. Aha. 5-in 2 qatı deyəndə nə edirsən? 5 gəl 5. Bəs 4-ün 2 qatı deyəndə nə edirsən? 4 gəl 4. Neçə edir 4 üstə gəl 4? 8. Deməli 8 nəyin yarısıymış? 8. 8-in yarısı neymiş? 4. 4-üymüş, bəli. 8 4 üstə gəl 4 elə deyilmi Nigar? 8 4-ün 2 qatıdır. Deməli neçə dənə dairə çəkəcəm bura? Mən 4 dənə dairə çəkəcəm. 1 2 3 4. Bəli, bu da 4. Getdik növbəti tapşırığa. Mən bu nədir? Ardıcıllığa uyğun olaraq dairələri rəngləyindir. Gəl rəngləyək. Eyni rəngdə. Deməli, birinci qırmızı gəlib. Qırmızı. Qırmızı, mavi, sarı. Yenə bu nə olmalıdır? Qırmızı olmalıdır. Bu qırmızı olmalıdır. Rəngləyirik. Mavi. Mavi, bəli. Sarı. Bu da sarı olmalıdır. Bəli. İndi o biri rəngin nə olmalıdır? Qırmızı. Qırmızı, mavi, sarı. Bəli, qırmızı, mavi, sarı. Bu ardıcıllığı gözləyirsən. Mavi. Qırmızı, mavi. Sarı. Sarı. Yenə də qırmızı, Mavi. mavi olmalıdır. Bəli. Aşağıdakı cümlədə şəxs adları böyük hərflə yazın. Yazmaqla. Yazmaqla yenidən köçürün. Şəxs adları necə yazılmalıdır? Nigar? Böyük. Aha, indi cümlədə hansı şəxs adları var? Göstər görüm. Nuray. Bəli, Nuray. Bir də? Nuray. Lalə. Bəli. Bunlar necə yazmalıyam? Böyük yazmalıyam. Deməli, Səhər. Səhər oyuna gedəndə Nuray. Nuray. Aha. Nuray. Laləni. Altdan çəkirəm ki, böyük yazılmalıdır. Aha. Laləni. Buradan yazaq. Ləni. Laləni böyük yazılmalıdır. Bəli. Aha. Nədir? Laləni də çağırdı. Müəllimə. Nuray mənim bibim qızıdır. Aha.
İndi tədbirimizi daha da maraqlı edək tapşırığına bərabər baxaq. Aşağıdakı toplama əməllərinə əsasən hər şəklin ifadə etdiyi ədədi tapın və boşluğa uyğun ədədi yazın. Səncə, deməli bu almalar Dörd eyni üstəgəl dörd. ədədlərdir. Bəli, eyni ədədlərdir. 4 üstəgəl 4. 4-ün 2 qatıymış deməli. Almanın biri nə imiş? 4. Deməli, alma oldu 4. Almanı harda görsəm yerinə 4 yazacağam. Yaxşı? 4-ün üzərinə İki. bəli. Armud. Deməli, armud neçə imiş? Armud 2. Armud 2 imiş. 4-ün üzərinə 2 gəldik 6. Armudu harda görsəm yerinə 2 yazacağam. 2-nin üzərinə neçə gəlsin? Deməli, limon neçə imiş? 1. Limon 1. 4-ün üzərinə 1 gələndə 4'ün üzerine 1 gələndə 5. 5 getdik indi. Başa düşdükmü? Deməli, bunlar 2 üstəgəl 2. bəli, kəpənək neçə imiş? Necə? Kəpənək 2 imiş. 2 üstəgəl 2. Deməli, kəpənəyi harda görsəm yerinə 2 yazacağam. 2-nin üzərinə neçə gələndə 5 eləyir? 2 üzerine 4. Yok 3. 3 gələndə. Deməli, para bizə neçə imiş? 3 imiş. 3. 3-ün üzərinə neçə gələndə 8 eləyəcək? Üzerine geldi. 5. Bəli. Arı neçə imiş? 5. Arı 5 oldu. Kəpənək neçə oldu? 2. 5-in üzərinə 2 gələndə? 5 üzerine 2 gələndə 7. Bəli, cavabımız 7 oldu. Davam edirik. İndi gəldik. Tovuz quşu. Neçənin 2 qatı 2 eləyər? Sen 2 katı 2 iler. 1 üstəgəl 1. Bəli, Bir, 1-in bir. 2 qatı. 1. Deməli, tovuz quşu Bir. 1-dir. 1 2 2. Deməli, bu nə oldu? 2. 2 oldu. 2. 2-nin üzərinə neçə Üç, gəlsən? üç. Deməli, bu papağan 3 imiş. 1-in üzərinə də 3 gələndə? Üzerine 2 gələndə 4. Bəli, gəldik. Aha, bir tort dilimi nə qədər imiş? 4. Bəli. 2 üstəgəl 2. 2. 2 imiş. 2 üstəgəl 2. Tort diliminin yerinə 2 yazacağım. 2, 2. Bu neçə olar Bir. onda? 1 olar. Bəli, 1, 1. 1-in üzərinə neçə gələndə 9 eləyəcək? Mehmet bu makarondu. Hansı? O. Yox, makaron deyil. Popkek. 1-in üzərinə neçə gələndə 9 eləyəcək? 1 üzerine 8. 8. 8. Toplananı tapanda nə edirik? Bu toplanandır. Toplananı tapmaq üçün Toplananı tapmak için cəmdən toplananı toplananı çıxır. toplananı tapmaq üçün cəmdən məlum toplananı çıxmalısan. 9-dan 1-i çıxmalısan. İndi bax, nə verilib sənə? Tort diliminə 2 oldu. Popkekin 8 oldu. 8-in üzərinə 2 gələndə? 10. 10. Başa düşdük növbəti. Davam edirik. Aha. Bir dondurma qabın nə qədər olar sənin? 2 dondurma qabın 6-dırsa, bir dondurma qabına nə qədər düşən Nigar? Bəli, 3 düşər. Bunlar 3 imiş. 3 də gəl 3. Dondurma qabını harda görsəm 3. Onda bu nə qədər olar? Buna neçə düşər? Toplananı tapmaq üçün cəmdən Üstəgəl 4. bəli 4 eləyəcək. 4. 4. Bu neçə eləyəcək? 4 üstəgəl 5. Bəli 5. Deməli dondurma qabı neçə oldu? Bu da 5 oldu. 5 üstə gəl 3. Cavab Üstəgəl cavab 8. 8. Bəli. 2 çiyələyin 4-dürsə, 1 çiyələyin nə qədər olacaq? 2 üstəgəl 2. Bəli, aferin sənə. 2 üstəgəl 4. Bəli. 4. Sonra Üstəgəl. isə 2. Yaxşı düşün. 4-ün 3. 3, bəli. Deməli 2 üstə gəl 3 neçə eləyəcək? 3 üstəgəl 5. 5 eləyəcək. Bəli, doğrudur tamamilə. Davam edirik nəhayət. Sevimli pingvin. Sevimli pingvini dostu ilə görüşdür. Dostu kağına baxaq, biraz uzaqlaşdıraq ekranı. Aha, dostunun yanına aparan yola baxaq. Getdik Nigar. Getdik. Buradan başlayırıq. Gedək. Hara qədər? Döndük. Baxaq, burada yol varmı? Ana bunun adı nə idi? Su iti. Gedək, buradan gedirik. Amma burada yol kəsildi. Bax, deməli bu yol deyil. Bundan getməyəcək, yaxşı? Deməli, gəlin də buradan dönək. Buradan dönəcəyik. Buradan dönək belə. Gedək hələ ki. Gedək. Bax, buradan gedə bilmərəm. Aşağı. Bax, buradan gedə bilmərəm. Aşağı düşürük. Tamam. Gedirik. Bax, bura dönə bilmərəm. Burada yol bağlıdır. Belə gedirəm. Gedək. Buradan da gedə bilmərəm. Bax, buradan da yol bağlıdır. Ona görə belə aşağı düşürəm. Gedirik. Bax, buradan gedə bilmərəm, yaxşı? Bura dönsəm yolum bağlanır. Yenə aşağı düşürəm. Gedək. Bəli, bura getmədik. Burada yol bağlanır. Davam edir. Məsələn, buradan da gedə bilmərəm. Bax, buradan da yol bağlıdır. Aha, aşağı düşürük. Orada yox. Burada da yol bağlanır. Ox işarəsinə getməliyəm mən. Gəldik və bax, buradan da gedə bilmərəm, yaxşı? Buradan da yol bağlanır. Mənim ox işarəmə uyğun hərəkət etməliyəm. Və tapdıq mı dostunu? Tapdıq. Əla. Yolumuz deməli bu oldu. Bu da belə Nigar. Təhsil tapşırıqlarını bitirdik səndən bərabər.